İsmayıllı rayonunun Balıq kəndində artıq 20 ildən çoxdur ki, təbii qaz yoxdur. 500-dən çox sakinin yaşadığı Balıq kəndində qış aylarını odun və çırpı ilə keçirmək hələ də adi haldır. Qardaş, bizim günümüz bax belədir. Gündə gedib, bu çırpıdan yığıb götürüb gəlirik ki, səhər-səhər ocaq qalayıb, uşaqları məktəbə yola salmaq üçün çay qaynadaq. Bunları yola salaq. Bizim günümüz bu. Bax belə, bizim günümüz bu. Çırpı ilə nə aracaq? Nə edəcək bu qış? Qabaqdan qış gəlir. Meşəyə getmə imkanımız yoxdur. Pensioner adamlarıq, dərdimiz, sərimiz olunur. Uşaqlar üçün, məsələn, səhər-səhər, axşam heç bir şey eləmək olmuyor. Məsələ ilə bağlı kənd icra nümayəndəsi ilə əlaqə saxladıq. Kənd icra nümayəndəsi Vüqar Muradəliyevin açıqlaması. İsmayıllı rayonunun Balıq kəndində 105 fərdi yaşayış evində ümumilikdə 500 nəfər sakin yaşayır. Yaşayış məntəqəsi üzrə fərdi yaşayış evlərinin qızdırılması odun yanacağı və elektrik qızdırıcıları vasitəsilə təmin edilir. Yaşayış məntəqəsinin qazlaşdırılması əsaslı vəsait tələb etdiyi üçün layihənin dövlət proqramına daxil edilməsi məqsədi ilə Azəriqaz İstehsalat Birliyinə İsmayıllı rayon İcra Hakimiyyəti tərəfindən müraciət olunmuş və Balıq kəndinin qazlaşdırılmasının növbəti illərin dövlət proqramına daxil ediləcəyi bildirilmişdir. Balıq kəndinin sakinləri ümid edirlər ki, uzun illərdir davam edən bu problem nəhayət ki, öz həllini tapacaq və onlar da qonşu kəndlər kimi təbii qazdan istifadə edə biləcəklər. Rafiq Həsənov, Elçin Məlikov, Həcər Həsənova, Könül Həbib qızı. Bugün informasiya proqramı üçün.